İkinci hissə, 8-ci bölüm. Gülanov nə vaxt ayağa qalxdı, hara getdi, niyə getdi? Yoldaş Səmədi gündüz çörək kəsməyə çağırıb, axşamsı burada neştər çıxardan qudalaq, saqqalı, qıllısı, piylisi və it xılı məhləsinin gür dəstəsi ilə hara rədd oldu. Səməd bunların heç birini bilmədi. Sədr Mədədin bircə balası ilə qonaqlı cəmaatının 7 il 8 ay ayrılığından sonra birdən-birə elə görüş vulkana püskürmüşdü ki, bu vulkanın gözündə su düşən Hacəhsan çəmənlərinin axşam sərinliyindən, moy, mixə ətrindən, kəpənək, qaranquş qanadlarından, doğma səslərdən və isti nəfəslərdən başqa heç bir zirzibili yoxdur. Səmədi qolları ilə yox, su düşənin, Hacəhsanın axşam sərinliyi ilə qucaqlayırdılar. Alnından, yanaqlarından, dodaqları ilə yox, kəpənək, qaranquş qanadları ilə öpürdülər. Öpəndən sonra üzünü kəlağaylarının qıymaçalarının ucları ilə yox, moy, mixə ətri ilə silirdilər. Qucaqlaya-qucaqlaya, öpə-öpə dediklərini də adi səslə yox, ən gözəl mahnıdan da gözəl mahnı ilə deyirdilər. Mədədimizin balası, mədədimiz, umudumuzu sənə bağlamışıq, ay umudumuz, dizimizə dirək gətirdin, ay dirəyimiz deyirdilər. O vuran əlini ver, ürəyimizin üstünə qoyaq, qoy ürəyimiz toxtasın, ay bizim ürəyimiz, lap körpəlikdən haqq ədalət əlidir sənin əlin, ay ədalətimiz deyirdilər. Bilirdi ki, sədrimizin qisasını sən özün alacaqsan. Kişiliyi olanlarda da kişiliyi, namus, qeyrət qoymayıblar, a namusumuz, a qeyrətimiz deyirdilər. Səndən başqa heç kəs öhdəsindən gələnməzdi xaş nəçənliyin. Dana, buzov qoymayıb kənddə. Həyat bacamız bərəkət tutar bundan sonra, a bərəkətimiz deyirdilər. Böyüklü, kiçikli, oğullu, qızlı hamımız yolunu gözləyirdi. Sən gələn yollara qurban, a kör oğlumuz. Daha heç yana buraxmarıq səni buradan, deyirdilər. Və bu mahnının sonu yoxdur. Arada Səməd təftişlə Möhsün kişinin səslərini də, atın belində, çiyni qoşarüləri gəlib gedən qılıncın səsini də eşitdi. Təftiş kənardan kənara qəzəbli-qəzəbli, ay cəmaat, bəsdir ay cəmaat, buraxın onu, görən nə çarə qılırıq başımıza. Xalqı qurbanın əlindən alıb bezobraziyə, qan tökülür dedi. Möhsün kişi də açıq narazılıqla, işin kökü dərindədir ay uşaq. Bu xəmir hələ çox su aparacaq, dedi. Qılınc isə atı birbaş quyunun üstünə, qız gəlin arasına sürüb, it xılı qudurub, ehtiyatlı ol, sultana zəng vurdum, özü gəlir, ancaq gözlə özünü, belə getsə tutacaqlar səni, dedi. Amma bunların heç biri mahnının ahəngini pozmadı. Çadırın bərabərində, orta yolun sağında, çəpər arxasında Əlləzoğlunun evinin qamış damı bozarırdı. Yol boyunca qara hasar kimi uzanan çəpərin qurtaracağında nə vaxtsa şumlanıb, elə şum qalıb bərkimiş əkin sahəsinin ortasında. Şax budaqları mal heyvanın ağzında getmiş 5-6 qırıq-qırtıq əri, şaftalı ağacının arasında Lüt Cəfərin yastı damlı çiy kərpic evinin subağı tökülmüş divarı bozarırdı. Bəriyə, yola baxan tək pəncərə də, aşağıya, Əlləzoğlunun çəpərinə baxan 2 pəncərə də, qapı da bağlı idi. Yolun solundan, xəlvətin həyətindən vuran gür işıqda o bərkimiş şumla qırıq-qırtıq ağaclar da, qapı pəncərəsi bağlı evin suvağı tökülmüş divarı da sahibsizlikdən, yoxsulluqdan xəbər verirdi. Səmədin Cəfər əmi, Lüt Cəfər barədə eşitdiyi, bildiyi faciədən əlavə, Ayna bacı barədə daha bir durnaboğaz el qızının dərdini danışdı. Amma bu da mahnının ahəngini dəyişdirmədi. Çünki mədədimizin balası, mədədimiz deyən gözəl mahnının özü də kədərlə dolu idi. Orta yolun çala-çuxurunda arabaların taqqıltıları, cırıltıları içində aramsız ötənlərin mahnılarını dinlədikcə, qəhərini necə udurdusa, Səməd o şuma, ağaclara, divara baxanda da qəhərini eləcə udub ətrafına boylandı. Bəs Ayna bacı hanı? Niyə görmürəm onu? Görəcəksən, onu da görəcəksən, a mədədimiz dedilər. Ölməyib Ayna bacın, insanın üzü daşdan qayımdı, dedilər.
Məhərin budkasının qabağında o başdandan gecə yarıyacan vaqonların ayaqlıqlarına baxır. Gözləməsi çoxdur, dedilər. Qardaşı Yusif kənddən üz döndərib, şənbənin şəhərdəki evinə girib rayonda. Onu da sizə qatır, səhərdən axşamacan alça satasa da məliyir orada. Gecə də məliyə-məliyə qayıdır, dedilər. Quru taxtaya dönüb, öldür məni ya Rəbbim deyə yumruğunu sinəsinə çırpanda sinəsi taxta kimi taqqıldayır, dedilər. Və bu mahnının arasında bir ad çəkdilər. Cəfər əminin son 5-i qızı Dinarənin, Dinişin adını. Cəfər əmi, Lüt Cəfərin qızları bir yaş yarımda bir-birinin üzlərini görmüşdülər. Yəni çox südəcər doğulmuşdular. Hamısı da Ayna bacıya çəkdiyinə görə bir-birindən seçilmirdilər. Üstəlik böyük qız Dilarədən Dilişdən başlamış, son 5-i Dinarəyə, Dinişə qədər 8-inin də adı D ilə başlayıb Arə ilə qurtardığına görə adları da qarışırdı. Və bütün kənddə cəmisi 10-15 adam bilirdi ki, Dilarə Diliş hansıdır, Dinarə Diniş hansıdır. O 10-15 adamdan birincisi, yəni Cəfər əmi Lüt Cəfərin qızlarına ən çox bələd olan isə bircə bala, Dəli Səməd idi. Bu əri, şaftalı ağaclarının ağ, çəhrayı çiçəklərlə bəzəndiyi vaxtlarda Cəfər əmi arı pətəklərinin qapağını qaldırıb uzun burnunu sallayıb, canındakı revmatizmi müalicə eləməkdən ötürü özünü arıya vurdurandan sonra 1-2 gün həyətdən bayıra çıxmırdı. Həmən günlərdə qızların cingiltili gülüşləri gedib Dəli Səmədə də çatırdı. Və Səməd öz daimi dəstəsi ilə Yusif kimi gözəl Yusiflə, Qaraçı gözəli və Gülbənizlə birlikdə dərhal o gülüşə gedib görürdü ki, Cəfər əmi qurşaqdan yuxarı çılpaq bədəni döşəyağına bürüyüb, başına da Ayna bacının kəlağayısından, şaldan zaddan bir şey salıb, duvaqlı gəlin sayağı örtünüb. Divarın dibində günə qarşıda oturub. Qızların 8-i də ayaqqabını çıxarıb, evin sağ-sol tərəflərindən pişik yerişi ilə gedib, gah kəlağayını, şalı, gah da döşəyağını birdən çəkib aparırdılar. O cingiltili gülüş də bu vaxt qopurdu. Çünki özünü arıya vurdurandan sonra Cəfər əminin arıq, nazik sifəti şişib bir ləyən qıcqırmış xəmrə dönürdü. Burnu daha da uzanıb batıq dodaqlarının üstündə dururdu. Qabırğaları sananan quru taxta bədənində döşləri məməyə çevrilirdi. Qızları ən çox güldürən, əyləndirən isə bu idi ki, kəlağaya ya da şal üzündən, döşəyağı bədənindən gedəndə uşaqların əyləncəsini oyuna çevirmək, gülüşlərini şaqqıltıya çevirmək üçün Cəfər əmi artistliyə başlayıb qəzəblənirdi. Bu saat hamınızı soyundurub arını canınıza daraşdıracam, deyib güya gözləri şişib qapandığına görə kör kimi əllərini qabağa uzadıb evin dövrəsində fırlanırdı. Dəli Səmədlə Yusif və Gülbəniz də bu oyuna qoşulub böyür başdan Cəfər əminin məmələrini sallaq burnunu çəkişdirib qızlarla birlikdə qaçışmağa başlayırdılar. Bu oyunda uşaqlardan ancaq ikisi iştirak eləmirdi. O ikidən biri Qaraçı gözəl idi. Ağacların çiçəklərinin altında yerə səpələnmiş ağ, çəhrayı ləçəklərin arasında oturub başını yana əyib tamaşa edirdi. Səməd gedib əl qolundan çəkişdirəndə ayıbdır, Cəfər əmi çılpaqdır deyirdi. Oyunda iştirak eləməyənin ikincisi isə Cəfər əminin son 5-i Dinişdi. Əsl oynamalı, gülməli vaxt olsa da neysə çox fağırdı. Eyni ilə Qaraçı gözəli kimi. Başını yana əyib tamaşa eləməyi daha çox xoşlayırdı. 40-41-ci illərdə və hətta lüt qabırğalarını qospitalda qoyub qaydanda, müharibə vaxtı da Cəfər əminin həyətində belə oyunlar olurdu. Və balaca fağırca Diniş də elə orada, ağacların altında Qaraçı gözəli ilə yanaşı oturub öz fağırlığında qalırdı. Müharibədən sonra 46-cı ilin yayında Toksin mağazası açılmışdı. O vaxt kənddə dükanda işləyən Qudalı qayma, sonraki ofisiant qayma, indiki Qudalı kassiri Piyli qayma da Toksin malı ipək vermişdilər ki, müharibədən trofeya qızılı gətirənlərə satsın. Amma bədbəxtlikdən qonaqlıdan gedənlərin çoxu qırılan diviziya deyilən diviziya ilə birlikdə qırılmışdı. Qayımın Toksin malı satdığı günlərdə cəmi 2 əskər gəlmişdi. Biri o vaxtki Komsomol Mələkənin indiki raykom katibi Mələkə Muradovanın qardaşı idi. O vaxtki Əkə Murad.
indiki xüsusi qrup üzvü Murad Muradovdur. İkincisi indiki dam direktor Ələsgər müəllimdir ki, onların da trofeyası filanı yoxdur. Bütün kənddə ikinci adam Xəlvət Rəhim, bir də qayım özü hardansa trofeya qızılı tapıb Qudalı məhəlləsində gəlinləri, qızları qırmızı, yaşıl ipəyə bürümüşdülər. Bu vaxt Dəli Səmədin 16 yaşı vardı. Əzələlərini daşlaşdırdığı çağların dalaş davalı qayğıları Cəfər əminin qızlarının oyunlarını unutturmuşdu. Qızlar özləri də Ayna bacı kimi xırda sümüklü olduqlarına baxmayaraq nisbətən böyümüşdülər və Cəfər əminin həmən qırılan diviziyada qırılanların evlərindən yığıb evinə doldurduğu yetimlərə qulluq elədiklərinə görə susqunlaşmışdılar. Son 5-i Diniş isə məktəbə ayaq basdığı gündən birdən-birə üz açıb dalaşqan və qara qışqırıqçı olmuşdu. Məktəbdə hamısı qabaq partalarda oturan Qudalı qızları ilə saç yolmasına çıxırdı. Ayna bacının cana qana gətirməkdən ötürü gah yağ yaxması, gah da qoqlu-moqlu yedirtdiyi yetimlərlə cırmaqlaşırdı ki, mən də toksindonu istəyirəm. Məktəbdən və idarədən qaydanda Dəli Səməd Cəfər əminin evindən həmişə Dinişin çığırtısını, boğazını yırta-yırta hönkürdüyünü eşidirdi. Günlərin birində Dinişin əməlli başlı göynəyə-göynəyə hönkürdüyünü eşidəndə evə cumdu. Anasının saxlancından bir ovuc qızıl axça götürüb aparıb dükanda daxılın üstünə atdı. Əvəzində bir top ipək alıb qoltuğuna vurub aparıb Ayna bacının Singer tikiş maşınının yanına atdı. Tik. Birinci Dinişə. Toksindonu tik. Heç 2 gün keçmədi ki, bütün qızların bədənlərində toksin ipəyi, yetimlərin əyinlərində isə al-qırmızı köynəklər parıldadı. Sonra isə Dəli Səmədi daha da dəli eləyən bir hadisə başlandı. Məlum oldu ki, Dəli Diniş Dəli Səmədə vurulub. Buna görə də yetimlərin qoqlu-moqullarını oğurlayıb aparıb Kətyənli məhəlləsində acından ölən qədələrə, süddən kəsilən gəlinlərin körpə qızlarına yedirdi. Möhkəm-möhkəm tapşırırdı ki, gedin kəndin ortasında hoppanışın, qışqırışın ki, Dəli Səməd Dəli Dinişə vurulub. Dəli Diniş də Dəli Səmədə vurulub. Kətyənli uşaqları qoqlu-moqulları güppultu ilə udub, gedib orta yolda vurulublar filan qışqırışanda isə Ayna bacıya dərhal məlum oldu ki, hamısı Dinişin işidir. Ayna bacı qızının donunun dalını qaldırıb yumuşaq yerini qıpqırmızı eləyənə qədər şappıldadırdı. O vaxt Cəfər əmi idarə heyətinin qərarını çıxarıb, qırılan diviziyada qırılanların uşaqları, yəni evində saxladığı yetimlərə fond hesabına 11 çiy kərpic ev tikdirmişdi. Qarğıdalı, taxıl, noxud, maş və s. belə-belə şeylər əkib, yetimləri dirçəltməkdən ötürü əlavə əkin sahələri paylamışdı. Yetimlər isə qəribə idi ki, elə bir Cəfər əminin yaxşılığının əvəzinə hər il qara quru qızlardan bir-ikisini götürüb qaçıb o evlərə, yetimlər məhəlləsinə aparırdılar. Heyətə ərizə yazıb öz yeni ailələri üçün bir baş sağmal inək, 5-3 qoyun alıb kişiləşib adam olurdular. İndi isə Səməd diksinib, ayaq saxlayıb təəccüblə soruşdu ki, yetimlər məhəlləsi niyə boş kimidir? Hə, boşalıb, yoxdular, ay mədədimiz, dedilər. Niyə? Demə, Qudalı gömbulları rayonu materialla doldurublarmışlar. Yazıbmışlar ki, bu var dövlətin hamısı kolxozun hesabına düzəlib. Belə qanunsuzluğa dözənmərik biz. Gecələr yetimlərdən kimisi evdə olmayanda içəri soxulub, lütün qızlarına əl uzadırmışlar. Vağzal bufetində içib, dəmlənib kəndə qaydanda məhəllənin həyət bacasında şalvarlarını aşağı salıb hər yeri batırırmışlar. Gecənin bir aləmində bar-bar bağırırmışlar ki, o əkin yerləri dədə-babadan Qudalıların olub. Verməyəcəyik sizə. Və doğrudan da suvarma vaxtlarında arxın suyunu Qudalı məhəlləsinə ötürüb, yetimlərin qarğıdalılarını, taxıllarını yandırırmışlar. Köstülər bədbəxt yetimlər, ay Səməd. Getdilər, yurtları boş qaldı. Əkinləri Rəhim kişi öz çoxuşaqlı Qudalılarına paylatdırdı. Xaraba qalıb yetimlər məhəlləsi. Səməd hiss etdi ki, bu xarabalıq da köhnə düşmənliklə bağlıdır. Yadında idi ki, Xəlvət Rəhim idarəyə heç vaxt qalmaqalsız getməzdi. Hələ orta yolda ikən bar-bar bağırırdı ki,
öz kürəkənlərinə yedirdirsən kolxozu. Bəs bizimkilərin aclığı, susuzluğu yoxdurmu? Ay lüt milyoner köpəyoğlu. Kabinetə girən kimi hər dəfə bir şagird vərəqini Cəfər əminin stolunun üstünə şappıldadıb, qol çək bura. Qalanı özüm yazacam. Pendir lazımdır, yağ lazımdır. O qədər bağırardı ki, yazıq Cəfər əmi köksünü ötürə-ötürə ağ kağıza qol çəkərdi. Mızıldanıb, al, it aparan olsun deyərdi. Səməd boş məhlədən gözünü çəkib dinişə baxdı. Yadında idi ki, qara quru qızların, yetimlərin sayı lap azalandan sonra da dinişin çığır bağrı kəsilmədi. Bütün kənd kimi nəhayət dəli Səməd də laqeyd qala bilməyib, gedib Ayna bacını eşiyə çağırdı. Bu nə biabırçılıqdır ay bacı, dedi. Bir o qalıb kəndə car çəksin, dəli Səməd alır məni. Bununla da dinişin səsi batdı. Əvəzində hər dəfə Səmədlə rastlaşdıqca səssiz səmirsiz tökülən göz yaşları seli başlandı. Yolda kimsə gülə-gülə bu əhvalata əlavə elədi. Sən gedəli, gözünün yaşı qurumurdu, dedi. Dirildi. Gəlişin toksini də güldürdü, diriltdi, xoş qədəm, dedilər. Amma diniş adı ilə toksin kəlməsi ayrıca mahnı oxuyub, qırılan diviziyada qırılanlar adlanan köhnə yara yerində Cəfər əmi, Lüt Cəfər adlanan təzə yaranı da ağrıtdı. Məhz buna görə də Səmədin qolları öz-özünə qalxıb dinişə, toksinə doğru uzanıb, toksinlə birlikdə Cəfər əmini də, 11 yetimi də, Ayna bacını və qızlarını da qucaqlamaq istədi. Səmədin xəbəri yox idi ki, bayaq quyunun dikdirində su düşənin, Hacı Ehsanın axşam sərinliyi boynuna sarılanda, o sərinliyi gətirən qollar arasında dinişin qolları da vardı. Bir yox, bəlkə 5 dəfə sarılmışdı. O kəpənək, qaranquş qanadları alnından, o üzündən, bu üzündən öpəndə, o qanadları gətirən dodaqlar arasında dinişin dodaqları da vardı. Bir yox, bəlkə 5 dəfə, 10 dəfə öpmüşdü. Amma orada Səməd qırılan əskərlərin vaxtsız qocalmış arvadları ilə onların qızlarını, gəlinlərini görmüşdü. Daha doğrusu, hamını eyni gözlə görmüşdü. Mahnının davamı yetimlərin taleyindən söz açıb, Səmədin qollarını yanına saldı və toksin taytuşların arasından çıxıb, böyrünə qısılanda Səməd onun pioner qalstuku kimi ensiz, qara qıymaçasının arxasında sığalsız, pırtdaşıq saçını, qara qoftasının altında tamam ətsiz, quru taqqanaq çiynini sığallaya-sığallaya dayanıb hərəkətsiz qaldı. Səhər alatoranda əmirli mülkünün alov sütunu göyə dirənəndə, o sütunun işığında Səməd orta yolla üzü aşağı tökülən cəmaatdan başqa, bu yanda, yolun sağında bir cərgə təzə ev görmüşdü. Amma at belində qoşu lüləsini güruldadan Qurban əmi ilə cəmaata necə laqeyd baxmışdısa, təzə evlərin cərgəsinə də eləcə laqeyd baxıb dərhal da unutmuşdu. İndi isə məlum oldu ki, yetimlər məhləsi, xaraba. Səbəb isə budur ki, it nəfəsi dəyib bu məhləyə, qudalı xılının nəfəsi dəyib. Elə murdarlayıblar ki, yetimlərin qayıdıb bu bağlı qapıları açmağına daha heç kəsin umudu yoxdur. Səməd heç nə başa düşmürdü. Ətrafında isə birdən-birə sükut başlanmışdı. İrəlidə 30-40 addımlıqda təftiş qapan tərəzinin üstünə qalxıb, anbarın dirəyinə yel fanarı astı. İkinci yel fanarını Möhsün kişi aparıb Məmməd Xələf zalın maşının kabinəsini açıq qapısından astı. Fanarlar anbarın qabağındakı meydanda arabaların dayandığı yerdən kənara işıq salmasa da, Səməd böyrünə qısılıb üzünə baxan toksinin gözlərinin dövrəsini yaşla dolu gördü. Toksin ağır-ağır başını buluyurdu. Ağır-ağır inildiyirdi. Qurbanın olum, məhlə barədə soruşma daha. Ayıblı eləyiblər bizi. Qurbanın olum, ayıblı eləyiblər deyirdi. Səməd çox təkid elədi. Qudalların o məhlədə açdıqları oyunlar barədə daha heç kəs danışmadı. Gecdən-gec kimisə bir neçə kəlmə, lütün tutulmağının səbəbi elə o məhlədir, dedi. Və bununla da yeni-yeni heyrətli sirlər açıldı. O ili 17 sədr bircə gecədə maşınlara basılıb rayon mərkəzinə aparılanda cəmaat da tökülüb gedib. Günortaya qədər raykomda sultanla generalın arasında qılınc qırğın olub.
Sonra qırmızı tuf daş binanın həyətinin çökəyindən o yandakı yarım metrlik daş hasarın üstündən Persin səsi gəlib. 1 ton kağız yığıblar. Qovluqlara doldurub veteranların qoltuqlarına veriblər ki, təmiz adamlardır bu sədirlər. O 1 ton kağızın müqabilində bircə sənəd oxuyacam mən sizə. Əlində miləmil dəftər vərəqi varmış. Vərəqin 2 üzü də yazılıymış. Lüt Cəfəri çağırıb vərəqin ayağındakı imzanı göstərib, soruş ki, bu qol sənindirmi? Lüt Cəfər baxıb deyib, mənimdir. Pers yenə soruşub ki, saxta deyil ki? Lüt Cəfər deyib, yox, saxta deyil. Qonaqlı kənd sakini gətirərdi mənə belə dəftər vərəqlərini. Elə belə yazı pozusuz altdan qol çəkərdim ki, ambardar yağ, pendir versin. Pers vərəqi ətrafındakı adamlara da, cəmaata da göstərib və deyib, bu gördüyünüz sənəd Sultan Əmiri ilə Qılınc Qurbanın müqəddəs adam kimi qələmə verdikləri kolxoz sədri Cəfərin ilkin istintaqda ifadəsidir. Yazıq Lütün ağzı açıq qalıb. Qılınc qışqırıb ki, nə istintaq, nə ifadə? Cəfəri kim dindirib, general qırışmal? Nəyə görə dindiriblər, ha vaxt dindiriblər? Şıxıyıb o sənədi Persin əlindən almaq istəyib. Pers Bakıdan özü ilə gətirdiyi çarvadarlarına baxıb. Çarvadarlar qılıncı araya alıb, gizlincə qolunu burublar. Hövsələn olsun, ağzını da dağıtma. Bircə o qırışmal kəlməsinə görə itirib batırarıq, izin tozun da qalmaz deyiblər. Sonra da asta-asta itiliyib raykomun dəhlizinə salıblar. Özünü aparamırsan deyiblər. Pers işindəymiş. Cəfər Qaryağdı oğlunun bu ifadəsi Sultan Əmiri ilə Qılınc Qurbanın dövlət əmlakını mənimsəyənlərə və əxlaq pozğunlarına himayədarlığını açıb hər ikisini ifşa elədiyinə görə hər ikisi Cəfər Qaryağdı oğluna təzyiq göstərir. O da öz əli ilə yazıb, öz əli ilə imzaladığı ifadəsini dəyişmək istəyir. Amma bu sənəd qüvvədədir. Oxuyuram cəmaat, eşidin. Oxuyub, cəmaat da eşidib. Mən Cəfər Qaryağdı oğlu. Bununla yazıb boynuma alıram və etiraf edirəm ki, şəxsi dostlarım və sirdaşlarım Sultan Əmiri ilə Qılınc Qurbanın himayədarlığı nəticəsində ömrümün çoxunu əxlaq pozğunluğu və cinayətkarlıqla keçirmişəm. Birincisi, etiraf edirəm ki, rayonda əxlaqsız qadın kimi məşhur olan Qarmonçu Şənbə ilə uzun müddət açıq yaşamışam və bundan ailəmə pis təsir göstərib, arvadımın, sonra da qızlarımın əxlaqının pozulmağına səbəb olmuşam. İkincisi, etiraf edirəm ki, müharibədən sonra Qonaqlı kəndində sahibsiz qalan evlərdən həddi buluğa çatmamış 11 nəfər yetimi evimə gətirib, Sovet sədri Qılınc Qurbanın vasitəsi ilə hər biri 25 sotdan ibarət 11 həyətyanı sahədə taxıl, qarğıdalı, maş, lobya əkdirmişəm. Həmin həddi buluğa çatmamış uşaqları işlədib, istismar eləyib, küllü miqdarda gəlir götürmüşəm. Uşaqlar böyüyüb, xeyir və şərlərini bilib. Nökər saxlandıqlarını başa düşəndən sonra isə əvvəlcə böyük qızım dilişib, böyük nökərim Əsədin yatağına salıb. Bu yolla Əsədi susturmuşam. Sonra da başqa qızlarımın namuslarını satmaq yolu ilə nökərlərimin hamısını susturmuşam. Üçüncüsü, etiraf edirəm ki, şəxsi dostlarım Sultan Əmiri ilə Qılınc Qurbanın himayədarlığı nəticəsində 50-ci ildə Təftiş Abbası kolxoz sədrindən çıxartdırıb Qonaqlıda sədr olandan sonra kolxozun bölünməz fondunun hesabına nökərlərimin 12-sinə də ev tikdirmişəm. Hərəsinə bir baş buzovlu inək, cəmi 12 inək, 12 buzov. Hərəsinə 5 baş qoyun, cəmi 60 qoyun. Hərəsinə bir at, cəmi 12 at vermişəm. Beləliklə təsərrüfatım da daxil olmaqla 13 təsərrüfatdan, bir naxır iri buynuzlu mal qaradan, bir sürü qoyundan və bir ilxıdan ibarət fərdi təsərrüfat sahibi olmuşam. Bunlardan əlavə yenə də həmən vəzifəli dostlarımın himayədarlığı nəticəsində Qonaqlı, Tahirli və Qurbanlı kolxozlarının ilxılarını birləşdirib Xırrançay deyilən yerdə atçılıq zavodu təşkil eləmişəm. Məhləmdəki əxlaqsızlıq mənlə qonşu olan Qudalı cəmaatını qəzəbləndirdiyinə görə o cəmaatın qəzəbindən qorxub nökərlərimin hamısını həmən atçılıq zavoduna göndərmişəm. Boynuma alıram və etiraf edirəm ki, nökərlərimi kənddən uzaqlaşdırandan sonra qızlarımla nökərlərimin əlaqəsindən daha səmərəli istifadə edib,
çox baha qiymətə gedən Harley cinsli atları əhaliyə satmağa başlamışam. Əldə olunan məbləğlərin cüzi qismlərini hökumət qiyməti adı ilə qonaqlı, tahirli və qurbanlı kolxozlarının hesabına keçirib, qalanını mənimsəmişəm. Bundan əlavə Sultan Əmiri ilə Qılınc Qurbanla bir kampaniyada olan adamlara 3 yaşar ürgələr, Cəbrayıllıya da 3 yaşar ürgə bağışlamışam. Cəbrayıllıya da bir 3 yaşar ürgə bağışlamışam ki, mənim sədr vəzifəsində zərərli fəaliyyətim, şəxsi pozğunluğum və ailəvi əxlaqsızlığım haqqında danışan adamların susturulmağında Cəbrayıllı da iştirak etsin. Camaat elə sarsılıbmış ki, cınqırını çıxaran da yoxmuş. Bədbəxt lütü əsməcə tutulmuş. Əsə onun bunun üzünə boylanırmış. Bu nə daha camaat deyirmiş. Biz hardayıq, biz hansı ölkədəyik deyirmiş. Pers bu sözlərin ucadan deyilməsinə imkan verməyib. Hasarın üstündən işarə eləyib. Gülənovun milisionerləri şığıyıb lütü süpürlüyüblər. 17 sədrin 17-sini də dəstəkləyib, raykomun dal həyətindən o yana, dəmir yoluna çıxarıblar. Kəmərlərini açıb, vaqona doldurublar. Səmədin Cəfər əmisi, Lüt Cəfər belə gedib. Yetimlərlə bacılar isə yoxa çıxıblar. Sonradan məktub yazıb bildiriblər ki, Mingəçevirdədirlər. Su elektrik stansiyasının tikintisində işləyirlər. Kəndə qayıtmaq fikirləri yoxdur. O vaxtdan bu 11 evin 11-nin də qapısı bağlı qalıb. Qonaqlılar, kərpic kəsənlər, kətyənlilər bu məhləyə yenə də elə yetimlər məhləsi deyirlər. Qudalılar isə xaraba. Amma bir sözdə var ki, o sözü Qudalı atamanı qıllı qeybalı ilə Qudalı cavanları, bir də ayaq yolu əvəzinə bu evlərin həyətinə gedən üfunətli uşaqlar çox tez-tez təkrar eləyirlər. Qəhbəxana deyirlər bura. Ayna bacıda çoxu elə bu sözə görə lap o başdan qaranlıqlı səbətlərini götürüb kənddən çıxır, meşədən alça-malça yığıb məhərin butkasının qabağına gedir. Vaqonların ayaqlıqlarına baxa-baxa məliyir. Gəl ay Səmədim, ay mədədim, ay umudum deyir. Gəl ki Yusifim də gəlsin. Ceyran balalarım da, yetim balalarım da gəlsinlər deyir. Bir də qaranlıq qarışıb əl-ayaq yığışanda qayıdır ki, nə Qudalıların üzlərini görsün, nə də bu xaraba məhlənin həyat bacalarını. Lapatka götürüb ağız burnunu sarmalayıb, həyətləri bir-iki dəfə təmizləyib. Dalki günü baxıb ki, üfunətlilər qapıları, pəncərələri də batırıblar. Ondan sonra daha yaxın gedəmir evlərə. İçərim çaxnaşır deyir. Sudan savayı dilimin arasından heç nə keçmir deyir. Qısası budur ki, Səmədin gördüyü ayna bacı yoxdur. Qaraltısı qalıb. Torksin isə qara geyinib, yas bağladığı gündən lal kar olubmuş. İndi birinci dəfədir ki, dil açıb. Ana bala damın altında nə çəkirlər, necə dolanırlar, Torksin özü danışsın. Amma nə Torksin daha o ayıblı olmuşuq sözlərindən başqa bir söz dedi, nə də Səməd daha bir şey soruşdu. 7 il 8 ay bundan əvvəl qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında bircə bala boz kitelə necə sığınmışdısa, indi Torksin də qurumuş qandan bərkimiş köynəyin döşünə eləcə qısılmışdı. Ata hənirli əminin hənirindən bircə balanın qanına, canına necə məhəbbət hopmuşdusa, Sədr Mədəd, Lüt Cəfər hənirli Səməd əmirinin hənirindən Torksinin qanına, canına da elə məhəbbət hopurdu. Avariya günü deyilən günün uzaqlığında qalmış bircə bala ilə atalı ikən atasız qalmış bu arıq sısqa qızın arasında heç bir fərq yoxdur. Avariya günü hamıdan, hər şeydən ayrılıb, qara həyuladan başqa heç kəsi görməyən, o dünyadan xəbərsizlə Torksin donuna qırmızı paltarı sandığa atıb, Dəli Səməd gedəli yas saxlaya-saxlaya heç kəsdən kəlmə kəsməyən lal karın arasında da heç bir fərq yoxdur. Səməd Torksini qucaqladı. Elə bil bacısını sinəsinə sıxdı. Avariya günü dünyadan ayrılanda bu bacısından da ayrılıbmış. Dünyadan xəbərsiz olduğu kimi bacısının əzablarından da xəbərsizmiş. Bu əzablarla öz əzablarının eyniliyindən də xəbərsizmiş. Bilmirmiş ki, Sədr Mədədin avariyaya düşməyi nəymişsə, Lüt Cəfərin üzünə sənə doxunmağı da eləcə bir şeymiş. Əlləzoğlunun əmirli mülkünü yandırmağı nəymişsə, Qudalı atamanı qıllı qeybalı ilə Qudalı cavanlarının və üfunətli uşaqların yetimlər məhləsinə qəhbəxana deməyi də eləcə bir şeymiş.
Əmisinin arvadının oynaşı damğası nə imişsə, ailəvi əxlaqsızlıq damğası da eləcə bir şeymiş. Odur ki, Səmədlə təzə tapdığı bacısının əzabları da eyni idi. Amma Səməd bundan sarsılmadı. Əksinə, Toksinin quru sinəsinin çırpıntısını öz sinəsində duyar-duymaz dərhal başa düşdü ki, qurğulardan, böhtanlardan, təhqirlərdən, sui-qəsdlərdən, tutqulardan nə qədər böyük bədbəxtlik törəmişdisə, bədbəxtliyin əzablarından bir o qədər böyük xoşbəxtlik törəmişdi. Qəlbində gəzdirdiyi gözəl insanlar arasında Toksin adlı daha bir uca və gözəl insan vardı. Danışırdılar ki, sandığa qoyduğu qoftasıdır. Səmədin təpi altında qaldığını gördüyü günün axşamısı orta yolun ortasında lütlənib, qəlyanlılardan hansınısa əlindən spiçkəni dartıb alıb qırmızı donunu yandırmışdı. O axşam qəlyanlıları dərd götürübmüş. Lütlənməyin nədir, ay lüt qızı? Bu doğrudan da dəliymiş ki, qara geyinib yollara boylana qalmışdı. Ucadan da uca idi, gözəldən də gözəl idi. Bacımsan, 7 il 8 ay sonra bu axşam mən ikinci dəfə dünyaya gəldim. Məndən ötürü sən də bu axşam dünyaya gəldin. Unut hər şey, böhtanları da, damğaları da unut. Bacıların, qardaşların qayıdacaqlar. Bircə şey unutma, mən sənin doğma qardaşınam. Mən səni xoşbəxt edəcəm. 7 il 8 ay ayrılıqdan sonra qonaqlıya belə qayıtdı. İt xılından başqa burada yenə də hamının istəklisi olduğunu, öz adı ilə yanaşı Mədəd adını da üstünə götürüb, daha çox sevildiyini bütün aydınlığı ilə gördü. Və güman elədi ki, bayaq quyunun üstündə duyduğu dönüş ciddi hadisə də elə budur. Amma bu ciddi hadisənin ardınca bir gecənin içində elə qeyri-adi hadisələr baş verdi ki, səhərisi yenə əmisi ilə görüş zərurəti yarananda Səməd bu bircə gecədə olub keçənlərin təəssüratını yığıb-yığışdıra bilmirdi. İkinci hissə 9-cu bölüm. Birinci qeyri-adi hadisə anbarın qabağında təftişlə Möhsün kişinin asdıqları yel fanarlarının işığında baş verdi. Nə qədər ki, şəhər 10 illiyinin və dəmir yol məktəbinin yorğun arğır müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər orta yolda susqun axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə Dustaq damı adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənməmişdilər. Burada, anbarın qabağında, Səmədin lap körpəlikdə 34-cü, 35-ci illərdən bəri avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi. Qapan tərəzidə pambıq çəkilirdi. Birinci briqadanın briqadiri təftiş öz daimi yerində, qapan tərəzinin dalında dayanmışdı. İkinci briqadanın briqadiri Möhsün kişi tərəzinin yanında gödəkçəsini büküb bürməliyib, birbaş yerə, toz torpağın içinə qoyub üstündə oturmuşdu. Üçüncü briqadanın briqadiri Qeybalı da tərəzinin o biri tərəfində, kepkasının dalını qaldırıb, partlayıb şişmiş dodaqlarının üstünə kölgə salıb, hətta tort köynəyin altında qaralan keçə qarnını da bir növ yığışdırıb, çöməlib, Qudalı atamanının həmişəki harınlığı ilə tutuşmayan işgüzar görkəmə düşmüşdü. 30-cu, 40-cı illərin uçotçiki, çürük aşıq da öz yerində, dirək dibində, qara ambulatoriya stolunun dalında, saqqız kötüyünün üstündə oturub, yoğun cızıqlı, qrafalı uçot dəftərini açmışdı. Nəvələrinin hansınısa büzməli torba içində mürəkkəb qabını dəftərin bir böyrünə, qəlyanın o biri böyrünə qoyub, müharibədən sonra kəndlərdə cında, utilsiriyo yığanlardan aldıqları tərifli cında perolu qələmi əlində hazır tutmuşdu. Məmməd Xələf Zal qruzovikinə qalaqlanmış çuvalların, xaşaların, kisələrin üstünə dırmanıb, pambıqla dolu çuvalları, xaşa və kisələri üzü aşağı yuvarladıb tarab-batarab tökdükcə, vaxtı ilə çəpərlərin, ot dayalarının diblərində oynaşan burnu fırtıqlılar, indiki məktəb uşaqları 2-1, 3-1 köməkləşib, 40-50, 60-70 kiloluq çuvalları,
xaşaları, kisələri qapan tərəzinin yanına sürüyürdülər. Qırılan diviziyada qırılanların arvadlarının üçü, təftişin manqa başları növbəti çuvalı, xaşanı və ya kisəni tərəziyə qaldıranda, təftiş çəki daşlarını taqqıldada əl üstü çəkib, pambığın çəkisi ilə o pambığı yığan uşaqların analarının adlarını deyirdi. Çürüt də dəftərində adı, familiyanı tapıb, təftişdən eşitdiyi həmin rəqəmi yazırdı. Kolxozun təşkil olunduğu və ilk dəfə pambıq əkildiyi vaxtlardan qoyulmuş qayda üzrə, əgər bugün 1-ci briqadanın pambığı qabaqca çəkilirdisə, sabah 2-ci briqadanınki, birisi gündə 3-cününki qabaqca çəkilirdi ki, cəmaatın bir qismi bugün, ikinci qismi sabah, üçüncü qismi birisi gün tez dağılışıb öz qapı bacasında qurtalanmağa imkan tapsın. Yenə də həmin vaxtlardan qoyulmuş qayda üzrə, təftiş komissiyonunun üzvlərindən savayı bir kəsin ixtiyarı yoxdur ki, çəki başlanandan sonra bu işə qarışsın və ya aralığa iş salsın. Çünki əvvəla bu iş özü çox uzun sürürdü. İlk çuvalın, xaşanın və kisənin tərəziyə qoyulmağı ilə axırıncının tərəziyə qoyulmağının arasında 2-3 saat keçirdi. Dan yeri söküləndə evdən çıxıb, bir də hava qaralanda çöldən qayıdan arvad uşaq, üstəlik də burada növbə gözləyib əldən ayaqdan düşürdü. Gecənin yarısında qıçları bükülə-bükülə, gözləri yumula-yumula qapıdan girəndə çox vaxt bir tikə qismət də almayıb, paltarlı palazda döşənişirdilər ki, briqadirləri, manqa başlıların hay-harayları kəndi götürməmiş, dannaq, töhmət eşidilməmiş sürünüb qalxa bilsinlər. Yığım kampaniyası deyilən 2-3 aylıq ağır kampaniyanın özü tələb edirdi ki, burada ambarın qabağında çəki başlananda bu işə heç kəs mane olmasın. Bir də nəzərə almaq lazımdır ki, təftiş komissiyonunun üzvləri, Təftiş Abbasın özü, Qılınc Qurban, Çürüyabı və Ələsgər müəllim çəkidən sonra da burada oturub uçot dəftərini yoxlayıb, imzalayıb mühasibliyə verməlidirlər. Mühasiblikdə isə hesabdar Mülsərlə hesabdarları elə o gecə dəftərdən çıxarış yazıb, idarə heyətinə gündəlik svodka verməli idilər ki, idarə heyəti də öz növbəsində pambıq üzrə dövlət planı ödəyişinin faiz artımı haqqında raykoma svodka göndərsin. Həm də 3 briqadada manqalardan və ayrı-ayrı kolxozçulardan kimin irəli getdiyini, kimin geri qaldığını aydınlaşdırıb, sabahsı kiminlə necə danışmağı dəqiq bilsin. Sədr Mədədin vaxtında idarənin dəhlizində bir daska, yəni yazı taxtası vardı. Yarısı qırmızı rəngdə, yarısı qara rəngdə idi. Yığımda irəli gedənlərin, zərbəçilərin adlarını, familiyalarını qırmızı daskaya yazırdılar. Geri qalanların, tənbəllərin adlarını, familiyalarını qara daskaya yazırdılar. Bundan başqa, indiki raykom katibi Mələkə Muradova, o vaxtı Komsomol Mələkə, Karl Marx adında qonaqlı kolxozunun güzgüsü adında divar qəzeti yazıb, həmin daska ilə yanaşı mıxlayırdı. O divar qəzetində başlığın altında şuar vardı. Pambıq yığımını müvəffəqiyyətlə başa çatdıraq. Şuardan solda, aşağı küncdə qara karandaşla çəkilmiş yekə bir tısbağa vardı. Şuardan sağda, yuxarıda isə qırmızı karandaşla çəkilmiş 4 motorlu təyyarə vardı. Komsomol Mələkə yığımın axırında bir siyahı tutub, o siyahıya düşənləri tısbağaya mindirirdi. Bir siyahı da tutub, zərbəçiləri təyyarəyə mindirirdi. Tısbağaya minmək o deməkdir ki, yığım müddətində işləmək əvəzinə sürünmüsən. Əmək günün 1-ə 2, 1-ə 3 azalıb. Aylıq pul, yarım illik taxıl, ətli heyvan, yağ, pendir, qarpız, yemiş, pomidor, badımcan bölgülərində 1-ə 2, 1-ə 3 azalacaqsan. Təyyarəyə minmək isə o deməkdir ki, gündə 150-200 kilo pambıq yığmısan. Hər gününə 2-3 əmək günü yazılıb. Aylıq yarımillik bölgülərdə pulun da 2-3 dəfə artıb. Taxılın, ətli heyvanın, yağın, pendirin də, qarpızın, yemişin, pomidorun, badımcanın da artıb. Üstəlik, əgər cəmaat içində ailədə rəftarın, şəxsiyyətin, ləyaqətin də işlədiyin kimidirsə, aylıq və yarımillik mükafatların da var. Bəlkə doğrudan da təyyarəyə minib Moskvaya, Vıstavkaya, yəni kənd təsərrüfat sərgisinə, Mavzaliyə, Kremlə getməyin də var. Sədr Mədədin vaxtında bu qanunlar çox möhkəmdir. İşləməyən dişləmirdi. İşləyənlər dünya malından batıb barınırdılar. Üstəlik 28 aprel
1 may, oktyabr bayramlarında və adi günlərdə Sədr Mədədin, Lüt Cəfərin, Qılınc Qurbanın, nəhayət Sultan Əmirinin özünün təriflərindən sevinirdilər. Rayonun Kommuna qəzetində, bəzən hətta mərkəzi kommunist Bakinski Raboçi qəzetlərində çıxan şəkilləri ilə şöhrətlənirdilər və beləliklə cəmaət içində də, ailədə də alnı açıq, üzü ağ gəzirdilər. Yəni zəhmətkeş insan, təmiz adam adlananlar öz qiymətlərini lazımınca və artıqlaması ilə alırdılar. Bunun hamısı isə qapan tərəzinin dalında Təftiş Abbasın dilindən eşidilən və Çürük Aşığın əli ilə uçot dəftərinə yazılan rəqəmlərdən asılı idi. Odur ki, təftiş tərəzinin düzlüyünü yoxlayıb, düzdür, gətirin deyəndən sonra birinci çuvalın, xaşanın və ya kisənin qapana qaldırılmağından, axırıncıların qapandan düşürülməyinə qədər burada, ambarın qabağında ciddi işgüzarlıq və sükut hökm sürürdü. Səməd lap körpəlikdən belə görmüşdü. Qayda qanunu belə bilirdi və belə də olmalı idi. Əgər təhkimçinin və ya bir başqasının cəmaata sözü vardısa, çəki qurtarana ya da sabaha briqadalarda nahar vaxtına saxlanılmalı idi. Ayna bacının lapatka götürüb, ağız burnunu sarmalayıb, üfunətlilərin üfunətini kürüdüyü barədə deyilənləri eşitdiyi anda, əmisinin kürüyü batacam sözləri beynində oyanıb rahatlıq verməsə də, Səməd bu gecə bir şey eləmək fikrində deyildi və heç gümanına da gətirmirdi ki, məhz bu gecə bütün qayğılarını, düşüncələrini, hətta həyatını və taleyini də dəyişdirən hadisələr törəməkdə idi. Birinci hadisə ondan başlandı ki, şəhər 10 illiyinin və dəmir yol məktəbinin müəllimləri ilə şagirdlər ayaqlarını sürüyə-sürüyə, çamadanlarını, bağlamalarını sallaya-sallaya meydandan keçib diktirlərə döşənişəndən sonra bir cüt gür işıqlı fara çadırdan xeyli sağda, məktəbin qabağında, bir cüt gür işıqlı fara da xəlvətin darvazasında parladı. Məktəbdən gələn maşında Sultan Əmirinin Boz Pobedasında 3-cü katib, diapazonlu Məlikə Muradova ilə Maarif müdürü Mirbağır müəllim gəlib düşdülər. Xəlvətin həyətindən gələn dövrəsi göy zehli, gürultulu, qıcıltılı qazda isə Gülənovla qudası gəlib düşdülər. Bu vaxt cavanlardan Məmməd Xələf Zalın yoldaşlarından hansı isə Səmədin əvvəlcə bir qolunu, sonra o biri qolunu tutub pencəyini geyindirdi. Çox təmkinli səslə köynəyin kirlidir, dedi. Pencəyi sahədə tək paldın altında yerə atıb, elə orada da unutduğunu Səməd indicə xatırlayırdı. Bu gür səsli yeniyetmə eyni ilə Möhsin kişi kimi alçaraq, tökmərək, yastı burun, enli çənə kərpic kəsənlərdəndir. Möhsin kişinin qırılan diviziyada qırılan qardaşlarından Rüstəmin yeganə yadigarı idi. Bayaq orta yolda görüşəndə özü tanışlıq vermişdi. Mən də Zalam da, Ayqağa, Rüstəm Zal demişdi. Təftişin oğlu Məmməd Xələf Zaldır, mən Rüstəm Zal. Məzəlisi bu idi ki, iki Zalın ikisi də pəzəvəngdir demişdi. Amma mən Sarı Zalam, Abbas əmininki Qara Zaldır. Hərdən kötük Zalda deyirik ona. Görürsən də necə kötükdür. Və Səmədin yadına düşmüşdü ki, 45-ci ilin yazında təftişin böyük oğlunun qara kağızı, ölüm xəbəri gəlmişdi. Və Məmməd Xələf də böyük qardaşının adını üstünə götürüb Məmməd Xələf Zal olmuşdu. Adları bir olanların fərqləri lap ilk baxışdan görünürdü. Təftişin Zalı doğrudan da kötü kimi, Möhsününki isə dolu ağır bədənli, enli sifət, alagöz idi. Saçı çox gür olduğuna görə kepkasını həmişə qatlayıb cibində saxlayırdı. Gür cığaları alnında oyur-oyur oynayırdı. Bir yaraşığı da indi meydana çıxdı. Səmədin əhvalının xarablığını nəzərə alıb, yaxınlaşmağı lazım bilməyib, pencəyi qoltuğunda gətirirdi. Maşınlardan düşənləri tanıyanda Məlikə Muradova ilə Mirbağır müəllim kimi hörmətli rəhbər işçilərin, xaç nəçənliklə Xəlvət Rəhim kimi qarı düşmənlərin qabağında çirkli köynəkdə, ləyaqətsiz görünməyini istəməyib, tezcə geyindirmişdi. Bu hərəkət Sarı Zalın özünün ləyaqətindən və kəndinin istəkli oğluna istəyindən xəbər verirdi. Bayaq Zalamda Ayqağa, Rüstəm Zal deyəndə Səmədin əziz və doğma adamlar arasında sinəyə sığışmayan hissiyatına necə əlavə bir hərarət gətirmişdisə,
Sarı zalın indiki hərəkəti də eləcə hərarət gətirirdi. Amma Səməd bu ləyaqətli oğlana 2 kəlmə sağ ol da deyə bilmədi. Çünki qanı yuyulmuş pencəyi əynində və Gülənovun bir cüt neştərini faranın işığında görər-görməz, eşq dəlisi olanda nə olar? Çalış bir də tökülüb itmə deyən təntənəli səsi yenidən eşitdim. Və bu təntənədən soyuq yel əsib sinəsindəki hərarəti apardı. Məğlubiyyətdən, daha doğrusu bircə yumruqla yıxılmağından basılıb çənəsinin, dodaqlarının şişini kepkanın günlüyünün altında gizlədən Qudalı atamanın əksinə xaş nəçənlik fırlanıb göyərmiş çənəsini gür işıq altında Mələkə Muradovanın qabağında nümayiş etdirirdi. Aydındır ki, xəlvəti çaxçuxu ilə məsləhətləşib. Yeni zərbə hazırlamışdı. Odur ki, Səməd bayaq quyunun üstündə necə ehtiyacdan doğan dözümlə dayanmışdısa, burada da eləcə dayandı. Amma zərbə bu dəfə birbaş Səmədin özünə dəymədi. Qudalı kassiri, pilli qayım qarnının üstündə qoşa əlli tutduğu ağzı surquculu pul kisəsi ilə qaranlıqda peyda olub, çürüyüb kötüyün üstündən itələyib, ambulatoriya stolunun dalında oturanda Səməd nə o pillinin qoca ilə elə rəftarından bir şey anladı, nə də pambıq çəkilişinin bu vaxtında pul kisəsi gətirməyindən. O 2 nəfər məhlə milisionerinin ardınca qaranlıqdan bir dəstə Qudalı cavanı çıxıb, xəlvətlə birlikdə təftişin üstünə yeriyəndə Səməd bundan da baş açmadı. Xəlvət əvvəlcə çox hörmətlə, ağsaqqala və kolxoz sədrinə münasib bəlağətlə başladı. Məsləhət belədir ki, şəhərlilərin işini qabağa salaq. Abbas, Möhsünlə sən işçilərinizi dəmir yolundan, şəhərdən, bazardan yığanmırsınız. Pambığı düzdə qoyub alverə qurşanıblar. Buna görə xüsusi cəza tədbiri görülüb. Amma mənə dəxli yoxdur onun. Mənimki budur ki, şəhərdən gələn köməkçilərimizi hörmətlə yola salıb. Əmr eləmirəm mən sənə. Xahiş edirəm, qırağa dur. Şəhərlilərin pambığını qabaqca çəksinlər. Təftiş öz işində idi. Qaşlarını çatıb, burun pərələrini gərib, daşları şaqqıldada çuvalları, xaşaları, kisələri bir-birinin ardınca çəkib, adları, rəqəmləri diktə elirdi. Çürük yerdə çöməlib dizinin üstündə yazırdı. Xəlvət çox arxayın danışırdı. Bura bax, Abbas, şəhər uşağı dözümsüz olur. Məktəbi boşaltmışıq, öz evlərimizin xalçasını, yorğan döşəyini döşəmişik. İdarə heyətinin qərarı ilə yazabuğa kəsmişik. 4 qulplu qazanda kəkotu ilə zadla bir toyun xörəyini bişirmişik. Yekə toy samavar qoydurmuşam. Öz qızlarımın cehizliyindən stəkan nəlbəki düzdürmüşəm. Möhtərəm Muradova yoldaşla Mirbağır müəllim getdilər, baxdılar indicə. Ağızları açıq qaldı. Nədən ötürüdür bunun hamısı, Abbas? Ondan ötürüdür ki, şəhər uşağı zillə çəkməsin, naxoşlanmasın, həvəslə işləsin. Bəs sən nə inirsən, ay yoldaş təftiş? Hər axşam bu yanıq təpəliklərdə, toz torpağın içində gözlətsə, həvəs qalarmı o uşaqlarda? Bu əziyyətdən sonra çənələri çörək tutarmı? Elədiyimiz hörmət də hörmətsizliyə dönməzmi? Qaçıb dağılsalar, pambıq çöldə qalsa, Sultan Əmiri yoldaşa nə cavab verərik? İnad eləmə, Abbas, qırağa dur. Daşdan səs çıxırdı, təftişdən yox. Xəlvət rəhbər işçilərə baxıb həmin bəlağətlə tərpənməyəcək bu dedi. Redkon vaxtı Sultan, sonra da rəhmətli Mədəd belə ərköyün eləyib bunu. Özü də ki, belə şalban. Yaxın düşmək də olmur. Sən danış bundan, nəçənlik dedi. Gülənovun neştərləri işıldadı. Biz zor işlətməyəcəyik. Biz qanunla hərəkət eləyəcəyik. Qılınc Qurban yenə şəkkahlığa başlayıb, 7 il 8 ay bundan əvvəlki ölüm hadisəsini yuxuda görüb, elə yuxuda da Sayılovdan sanksiya alıb xalqa dustaq damına salmışdı. Qapıya da nəhəng bir qıfıl vurmuşdu. Azərbaycan SSR-in cinayət məcəlləsinə əsasən birincisi vəzifəsindən və ictimai mövqeyindən sui-istifadə elədiyinə görə, ikincisi silah işlətdiyinə görə, üçüncüsü günahsız vətəndaşı əsassız ittihamla təhqir elədiyinə görə Qılınc Qurbanı iş düşür. Biz onun mania preslədavaniya deyilən psixi azarını nəzərə aldıq və RIK-ə məlumat yazmaqla kifayətləndik. İşdən qovulacaq. Buradakıların hamısı öz gözü ilə gördü ki, o quyunun üstündə çamadanını, qızılını, diplomunu qaytaranda Səməd Əmirliyə mən nəyə görə, necə tövsiyə dedim və xəbərdarlıq elədim.
Səməd Əmirli Qılınc Qurbanın tərbiyəsindən çıxıb. Mania Presladavaniya deyilən azır bunda da var. Bəlkə hətta Qılınc Qurbandan da şəkkəkdir. Mənim xeyirxah tövsiyəmdən nəticə çıxarmaq əvəzinə dözülməz dərəcədə xuliqan hərəkətinə yol verdi. Mənim heysiyyətimin tapdandığına dözməyən yoldaşlardan 2 nəfərə də əl qaldırdı. Bu hərəkətinə görə Azərbaycan SSR-in cinayət məcəlləsinə əsasən Səməd Əmirliyə də iş düşür. Bu barədə prokurorluğa və raykoma rəsmi məlumatlarımız da yazılıb. Mənim bu döş cibimdə hazır durur. Amma bir sıra məsələləri nəzərə alaraq, hələlik bununla kifayətlənib Səməd Əmirliyə də xəbərdarlıq eləyirəm ki, hərəkətlərinə son qoymasa, o da işdən kənar sayılacaq və dərhal məsuliyyətə alınacaq. Elə günü bugün. Qaldı Təftiş Abbas. Özü təftiş komissiyonunun sədri ola-ola briqadasındakı 3 manqada 55 nəfər kolxozçudan cəmi 7 adam çıxarıb işə. Arvadına gücü çatıb, bir də özünün qara zalınla Möhsün kişinin sarı zalına və salam. 48 nəfər əldən ayaqdan candan sağlam adamı alverə buraxıb. Bu heç. Kolxozun sahibləri var. Təftiş Abbasın bu hərəkətini özləri müzakirə etsinlər. Özləri nəticə çıxarsınlar görə yığım kampaniyasının 1-ci günü, təşkil günü, başlı hərbi vəziyyət vaxtı bu cür məsuliyyətsizliyə yol verən adam briqadirlikdə və təftiş komissiyonunun sədri kimi məsul vəzifədə qala bilərmi? Təkrar eləyirəm, kolxozun öz işidir. Mən buna qarışmıram. Mən ancaq həbs edə bilərəm. Onu da ki görürsüz, hələ ki eləmirəm. Kişi mənə başqa iş tapşırıb. Sultan Əmiri yoldaşı nəzərdə tuturam. Bəziləri kişi saymasa da, Sultan Əmiri yoldaşa mən elə əvvəldən kişi demişəm. İndi isə Mirqəzəbə qalib gələn kişi deyirəm. Özüm də fəxr eləyirəm ki, bu mötəbər maarif müdirimiz məktəblərin yığıma cəlb olunmağından bir qədər narazı danışanda kişi mənə çox məsuliyyətli iş tapşırdı. Yığım müddətində şəhər məktəblərinin, maldarlıq texnikumunun bu zonada 3 kolxozun 3-ünə də səmərəli köməyinə cavabdehəm. Bundan başqa raykomun təlimatçısı və rəsmi təhkimçisi Səməd Əmirlinin burada yığım kampaniyasını təhlükə altında qoyanlarla qucaqlaşa-qucaqlaşa cici bacı olduğunu nəzərə alaraq, öz vəzifəmin tələbi üzrə ciddi tədbir tökməliyəm. Neştərlər Səmədin üzünə sancıldı. Səməd hiss edirdi ki, Xaşın zərbəsi hələ irəlidə idi. Dillənmirdi, dözürdü, gözləyirdi. Qapan tərəzinin yanında nə oldusa birdən gürültü qopdu. Təftiş əlindəki iri, ağır çəki daşını tərəzinin üstünə çırpdı. Düzələn deyil bu xaraba dedi. Biz uşaqlar babası Qolyana gülərdik o vaxt. Qıdılayan deyərdi. Gördü qonaqlıda atı işləmir, getdi orta kət Tahirinlə qohumlaşıb Gülanov oldu. Bunun qardaşı meçidə getdi. Müsəlmanlığı qəbul elədi. Molla Gülən oldu. Özü də ki görürsüz, zor. Səsimizi çıxardan kimi Anastas Mikoyanla qorxudur bizi. Erməni deyilən. Hay addım-addım gəlib bir yanda qazağımızın böyrünə çıxıb, vayonkuma qədər dolub. Nırxı var orada Yervandin. Kim 10.000 verir, 1 illiyinə buraxılır əskəritdən. Kim 20.000 verir, 2 illiyinə buraxılır. Nədir mənim bu danışdığım ay cəmaat? El qalıb əyriyə, həm yeyə, həm səyriyə. Təftiş tüfu elədi və sapoqlarını sürüyə-sürüyə aralanıb çardağın o başında qaranlıq küncdə oturub seyflərini eşəliyə-eşəliyə qəlyanını, tütün qabını, kibritini çıxartdı. Möhsün kişi gedib təftişin bir tərəfində, çürü o biri tərəfində yerə çöktü. Xızır abi isə əvvəldən oradaydı. Sükut və çaşqınlıq içində o qaranlıq küncdə 4 qəlyan közərdi. 4 qəlyanlının tüstüləri ağardı. Vaxtilə axşamlar bu vədə qocalar o küncə yığışıb tüstünü tüstüyə qatanda Sədr Mədəd bu yandan tərəzi tərəfdən soruşardı. Qəm çəkirsiniz ya dəm? Çürü aşıq deyərdi. Tüstümüzə bax. Sədr Mədəd də baxıb tüstülərdəncə bilərdi ki, qəlyanlılar qəm çəkirlər yoxsa dəm. İndi tüstüsüz də məlumdur ki, qəlyanlılar nə çəkirlər. Əgər təftiş sözünün sonunda tüfu eləmişdisə, bu imennoy naqanın gülləsinə bərabər bir şeydi. Çürüklə Möhsün kişi də gedib Xızır abının yanında oturmuşdularsa, demək təftişin fikri ilə şər etdilər. Bütöv bir rayonun fəxri Qılınc Qurbanın Mania Presladavaniya deyilən azarı varmış.
Qılınc Qurbanın tərbiyəsindən çıxdığına görə Səməd Əmirinin də həmin psixi azarı varmış. Hətta xuliqanmış. Təftiş Abbas isə nə briqadirliyə, nə də təftiş komissiyonunun sədrliyinə yarayan məsuliyyətsizliyin birisiymiş. 48 nəfər əldən ayaqdan saz, candan sağlam adamı alverə buraxdığına görə yalnız özünün qara zalı ilə Möhsün kişinin sarı zalının gücü çatmışdısa, əlbəttə, işi kolxozun sahiblərinin müzakirəsinə verilməlidir. Səməd kənardan fikir verirdi. Kim onu, Səmədi müdafiə edirdisə, hamısı cinayətkar sayılırdı, susturulurdu. Sükut və çaşqınlıq içində Qudalı cavanları birdən qopub cəmaatın üstünə cumanda Səməd əvvəlcə bunu anlamadı. Ətrafında tarab-turab düşdü. Alça-malça satanlardan bəziləri xurcunlarını, ala-bula faner çamadanlarını, heybələrini qapıb o yan-bu yana qaçışdılar. Bir-birindən qırbıd, yoğun ət torbaları, Qudalı cavanları hamını basıb geri itələdilər. Ambarın alçaq, uzun çardağının tavanından sallanan quru həmişə cavan çubuqlarından sındıra-sındıra cəmaatın ətrafında dövrə vurdular. Milisionerlər başqa iş görürdülər. Xurcunları, heybələri, çamadanları, bağlamaları, vedrələri, bidonları dartıb aldıqca 10 addımlıqdan Gülənovun maşınının yanına atırdılar. Çamadanlar, bağlamalar partlayıb açıldıqca, xurcunların gözəmə ipləri qırıldıqca, buxanka çörəklər, bulkalar, bubliklər tökülüb toza torbağa bulanırdı. Heybələrdə şüşələr, bankalar sındıqca, tünd qoxulu günəbaxan yağı süzülüb yerdə göllənirdi. Vedrələr, bidonlar dığırlandıqca, yumurta xıncılıb axıb pavidlaya, şorbaya qarışırdı. Gülənovun neştərləri istehzalı kinlə işıldayırdı. Müsəlmanı elə həmişə belə rəzil gördüm. Nə qədər ki alça, zoğol deyə vağzallarda tüyünəcəksiniz, bax belə olacaq. Nə qədər ki pambığı şəhərdən gələnləri yığacaqlar sizin əvəzinizdə, bundan da betər olacaq. Dövlət bankın ağzını açıb, küllü miqdarda pul buraxıb yığıma. 400 min manat nəqd avans buraxılıb kolxozunuza ki, vedomos tutulsun, təcili avans paylansın sizə. Dövlətin qayğısına necə qiymət verirsiniz, öz qiymətiniz də el olacaq. O 400 min manatdan qəpik də görməyəcəksiniz. Şəxsən mənim təklifim budur. İdarə heyətinin sədri də razıdır məndən. Qurtardıq. Pambığı çöldə qoyub alverə qastığınıza görə bu şeyləriniz də qaytarılmayacaq. Di gedin köpük qusun acından. Beləliklə cəza tədbiri də məlum oldu. Səməd heç dillənmirdi. Dözürdü, gözləyirdi. Alça-malça satanların arasından ortası incə, başı balaca, qarışqa qarı deyilən, doğrudan da qarışqaya oxşayan bir ağbirçək çıxdı. Ortası üzülə-üzülə yavaş-yavaş Gülenova doğru getdi. Kətiyyən kişinin qarısı idi. Kətiyyən çölün düzündə kətiyyən koması kimi tək adam deməkdir. 18-ci ildə atası Osmanlı davasından qayıtmamışdı. 20-ci ildə Qılınc Qurbanı atriadında, bəylərlə vuruşmada kiçik qardaşları, 42-ci ildə qırılan diviziyada da oğulları qırılmışdı. Beləliklə, Kətiyyən kişi 10 ev, 10 ailə içində tək qalıb. Kətiyyən İbrahim olmuşdu və çox tez düşkünləşib idarədən o yanda düzənliyə səpələnmiş yar uçuq daxmalardan birində. Günü divar dibində keçən qocaya çevrilmişdi. Qarışqa qarı isə ərinin işini görürdü. Ortası üzülə-üzülə gedib, buxankalardan birini yerdən götürüb qoynuna soxdu. Ağlı qaralı yamaq-yumaqla sarınmış xırdaca başını qaldırıb, altdan dik Gülenovun at üzünə baxdı. Səməd gözlərini yummuşdu. Amma nə neştərlər gözündən gedirdi, nə qarı, nə də buxanka. Bu vəziyyətdə əvvəlcə qarının səsini eşitdi. Yağ, yumurta zay oldu. Gəlinlərimin, nəvələrimin boğazı tikildi. O yuxarıdan baxana tapşırıram səni. Kişi acdı, ona dözənmirəm. Burax bu quruca çörəyi aparım gəvələsin. Sonra təftişin dili ilə adı zövcə qalan zövcə arvadın səsini eşitdi. Bərəkəti də elə tullayarlarmı, a bərəkət kəssin səni. Qurandı o, a Quran kəssin səni. Sonra da alça-malça satanların qarışıq səslərini eşitdi. Vağzallara, günümüzə mi gedirik biz? Necə yəni qəpikdə görməyəcəksiniz? Kim ketməliyib, kim becərib o pambığı? Şəhərdən gətirilənlər, yoxsa biz baxdıq aralar?
Şahmar günün altında körpələrimizi ona görə mi yandırırıq ki, bildirçi kimi yenə çöplə çərtək verəsiz əlimizə? Şəhərli gəlib kilosu 50 qəpikdən gündə 50 manat, 100 manat qoysun cibinə. Silsin, süpürsün, aparsın, biz də baxa-baxa qalaq. Pambıq kimindir? Ha vaxtacan at bizim, at özgənin olacaq. Gülanovu maşına qısnamışdılar. Xaşa mı gedirik biz dəmir yoluna, axaş köpək oğlu? Varramağa mı gedirik, ay erməni törəməsi? Sənin o Mikoyanın, Markaryanın kökü kəsilsin elə. Alver nədir? Bu zay elədiyinə görə getmirikmi ki, 5 günlük azüqəmiz olsun? Bu da əlimizdən alınandan sonra sabah nə ilə çıxaq pambığa? Çənəndəki fırdan dərs götürəç olmasa. Tapançandan qorxmuruq. Tapançanı alıb soxarıq. Süpürül, sürük buradan. Cana doydurma bizi. Ya cəhənnəm ol get, ya da necə qadağa qoyubsan, elə də əmr elə o xəlvətinə, o kassirinə haqqımızı versinlər. Şəhərli adı ilə siyahı tutub haqqımızı altlarına doldurmasınlar. Bəs də daha. Bu elə üsyan kimi bir şey idi. Gülenov dalını maşına söyküyüb başını dik qaldırmışdı. Pagonların və orden kalotkalarını dartışdıran boz torpaqlı, qara, qırış, kərtəş əlləri itələməkdən başqa heç nə eləmirdi, heç nə demirdi. Və çox qəribə idi ki, o həngamənin içində də tez-tez Səmədə boylanırdı. Mələkə Muradova qara, uzun, sıx kirpiklərini endirib, yumruqlarını qara şivyot kostyumun ciblərinə basıb, tamam hərəkətsiz dayanmışdı. Mirbağır müəllim katibin əksinə 30-cu illərdən qalma butulka şalvarda nazik qıçları ilə təzadlı yoğun ortasını qısa boynu ilə birlikdə tez-tez o yan bu yana fırladıb, gah yan yörəsinə səpələnmiş buxankalara, bulkalara, bubiliklərə, gah da milis rəisini didişdirən arvadlara baxa-baxa vay, 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 vay deyirdi. Və qəribə idi ki, Hayküydə el qızlarının qəzəbli qışqırtıları Səmədə necə aydın çatırdısa, Maarif müdürünün o asta vay-vayı da məhz elə çatırdı. Bir sözlə çatdı. Tərpənin. Gülenovun bu sözündən sonra qudalı gömbulları bu dəfə elə tərpəndilər ki, hətta zövcə arvad kimi mötəbərin saç birçəyinə, yenidən həmin çığırqan dinşə çevrilən Torksinin hörüklərinə də əl atdılar. Səməd indi başa düşdü ki, Fars qohumlardan seçilmiş sarvadarlar Persin əlində nə idisə, qudalı qohumlardan seçilmiş bu gömbul cavanlar da Xaşın əlində elə bir şeydir. Gizli rabotniklər, pagonsuzlar dəstəsi. Bu rabotniklər bayaq qırılan diviziyada qırılanların arvadlarını, qızlarını, gəlinlərini, Kətən İbrahimlə qarışqa qarnı tapdalamışdılar. Səməd o qoca ilə qarının ağrılarına dözməyib gözlərini yummuşdu. İndi isə bu rabotniklər qırmızı tuf daş binanın foyesində zora iş tapşıran Sultan Əmirinin özünün nüfuzunu tapdaladılar. Və Səməd bu ağrıya dözməyib titrədi. Başdan ayağa bütöv nəhəng bir əzələyə döndü. Zövcə arvadın saçına əl atan gömbul cavanı dala çəkib 10 addımlığa tulazladı. Ağrısından heybətli bağırtı qopdu. Zənənə əl qaldırmayın, it uşağı, şilküt eləyərəm hamınızı. Məmməd Xələf qara zal maşınının belindən, taya hündürlüyündən bir baş yerə atıldı. Oradan da Torksinlə süpürləşən qudalının üstünə atıldı. Sarı zal əksinə qəribə təmkinlə qəlyanlara baxıb yerindən tərpənmədi. Şoferlər faraları söndürdülər. Yel fanarlarını sarımtıl nöqtələrə döndərən qəfil zülmət içində əvvəlcə qara zalın qışqırtısı eşidildi. Sarı, ölübsüzmü? Sonra həmin qışqırtıdan kəskin, fərqli, gür, rahat səs qəlyanlara doğru "Ay Abbəsəmi, oğlun yenə qanmır. Paltın altı ilə buradakının fərqi nədir?" Sarı zal idi. Birdən Səmədin qabağına yeridi. "Dayan, sözüm var," dedi. Ayaqlarını gen qoyub tək paltın altında olduğu kimi qara zalın hərəkətini təkrar edib çiyinlərini gəlib Səmədin qabağında səddə döndü. "Səməd, sən bilməlisən ki, adını üstümə götürdüyüm qardaşımla yanaşısan sən. Sidq ürəklə qardaşım deyirəm sənə. Bu qardaşının sözünü eşit indi." O gün qara dedi, sonrasını korladı. İndi yenə korlayır. Sən gərək qarışmayasan bu qalmaqala.
Çünki bu həngamə də sənin başındadır. Çəkiyə çəkir səni bu xaş köpək oğlu. Biz hər şeyi bilirik. Xalqı tutqudan saxlamaqdan ötürü nə qədər qurğu qurmuşdular. Heç birindən bir şey çıxmadı. Qurban əmi getdi şəhərdən zəng vursun Məhərrəm Abbasoviçə. Adı Pünhan adam göndərəcək Bakıdan. Çaxçuxu aparacaqlar. O naldan başqa çox şey var Qurban əminin əlində. Mütləq aparacaqlar. Odur ki, çaxnaşırlar. Quyunun üstündə də çəkiyə çəkirdilər səni. Sağ olsun camaat, aman vermədi. Biz də səni qamarğaladıq, qoymadıq qoşulasan bunlara. İndi ayrı cür başlayıblar. Pambıq, pul mal öz yerində. Ölüm dirim məsələsidir bu, ay Səməd. Əgər bunlara əl qaldırsan, heç xətər yetirməsən də elə it uşağıdır ki, özlərini qana bulayacaqlar. Zaklüçeni düzəldəcəklər. Xaş cibində naruçnik gəzdirir. Eşidirsənmi? Naruçnik. Odur ki, göz bəbəyimiz kimi qorumalıyıq biz səni. Qardaşım, Qurban əmi deyir, Səmədin başına bir iş gətirsələr, Sultan o dəqiqə çıraq təki sönər. Bu it xılına da elə bu lazımdır ki, bir şərxata düzəldib səni tutsunlar, əmri də çıraq təki söndürsünlər. Xalq da gedib cinayətlərin hamısını Persin üstünə yığsın. Məhərrəm Abbasoviçin baldızından uşaqları var bu qatilin. Gülbəniz deyir, uşaqları öyrədib bu. Hər axşam evdə Məhərrəm Abbasoviçin üstünə tökülüşüb ağlaşırlar ki, dədəmizi tutturma. Bildinmi məsələ nə yerdədir, qardaş? Çox yerə əl atırlar bunlar. Gülbənizi söylə, desin sənə nə təhər sənətlər var əllərində. Şənbə danışa-danışa gəzir ki, xalqın nə o tayda cinayəti olub, nə bu tayda. Hər nə olubsa, Stalindən Beriyanın, Şahın, Mirqəzəblə Persin işidir. Xalq xalqın xeyrinə işləyib güya. Məsələ bu yerdədir, qardaş. Ayağını birazcıq yana atmağına bəddir. O saat hay salarlar ki, Dəli Səməd cızığından çıxıb yenə. Diplomun əllərində idi. Aralıqda kül salmışlar ki, partbiletini də atıb. Yazıq Qurban əmi bizi də rahat buraxmır. Ayıq olun, partbiletini uğradacaqlar deyir. Ekizlər, Miri, Qara, hamımız qaranca gəzirik. Bu yerdədir məsələ, qardaş. Gəlibsən, hamımızı dirildibsən. Başına iş gəlsə tək əmin yox, elə hamımız çıraq təki sönərik. Söz ver ki, bizim çırağımızı söndürməyəcəksən. Tək bu kəndin mi çırağısan sən? Heç yadımdan çıxmaz. Göyçədən, Ağbabalı mahalından, Təhlədən qoca-qoca ağ əmir müridləri gələrdilər bizim lap balaca olduğumuz vaxtlar. Sən orta yoldan yeriyəndə boy buxununa baxardılar. Mədəd əmdən dönə-dönə soruşardılar ki, budur mu varis, budur mu sahibimiz? Mədəd əmi çox vaxt dinlənməzdi. Sonra birdən hirslənərdi ki, siz deyilsiniz, mən deyiləm, yəqin ki, bu olacaq da. Görmürsünüzmü körpədir hələ? İndidən göz dikməyin, dili ağza salmayın uşağı. Sultana baxın hələ. Odur hələ sahibiniz deyərdi. Amma gələnlər çox narazı idilər. Sultanın əlindən heç nə gəlmir. Biz elə buna dikmişik gözümüzü. Bunun böyüməsini gözləyirik deyərdilər. Bildinmi iş nə yerdədir, qardaş? Bütün millətin gözü səndədir. Sənin xəbərin yoxdur. Özünü qorurmalısan sən, qardaş. Miri yoldaşları ilə birlikdə o yanda vuruşurdu. Sarı zal burada Səmədin yolunu kəsib tələsmədən, təntimədən danışırdı. Sarı nöqtələr, yer fanarları təciri ilə işıqlananda Səməd elə bil ilk dəfə Sarı zalın öz qardaşına vurğun ağıllı gözlərini gördü. Sənin adınla bağlı əhvalat çoxdur, ay Səməd. Əl işlətmə, əlin biz olaq, ağıl özünkü olsun. Cavanlarımız dağılışıb kənddən. Axşam haraylayırsan birini ki, gəl filan işin ucundan tut, sabahsı sorağı Mingəçevirdən gəlir. Yetimlərin yanından. Cəmisi bir manqalda cavan qalmışıq burada. Kətməndən tutmuş maşına, traktoracan hər iş gəlir əlimizdən. Amma nə qədir bilənimiz var, nə də qiymət verənimiz. Xızır abının şagirdləriyik. Amma gözümüz səndədir. Sənin işığını uçuruq. İşığımızı söndürmə. Abının xancal söhbətini yada sal, qardaşım. Söz ver mənə. Söz ver ki, bax o çardağın altındaca durub tərpənməyəcəksən. Sarı zal nəzərində necə ucalmışdısa, Səməd hətta gülümsünən kimi oldu. Qonaqlının çırağı sənsən, Sarı. Sənin məsləhətindən çıxmaram, dedi. Sarı zal bu sözlərdən elə bir boycada ucalıb, gözlərindən gülüb, elə o gülüşlə də döyüşməyə getdi. Səməd isə söz verdiyi kimi çardağın altına qayıdıb, bayaq burada necə tarım dayanmışdısa,
eləcə də qaldı. Bütün diqqəti meydanda vuruşan cavanlarda idi. Aralığa girməyə çalışan ağbirçəklərdə, qız gəlində, tək tük çəlimsiz kişilərdə idi. Ömründə birinci dəfə idi ki, başçı və iştirakçı deyildi. Kənardan baxırdı. Və yəqin elə buna görə də Qudalların qonaqlılardan, kərpic kəsənlərdən kimisə üstələdiklərini gördükcə alova bürünürdü. Amma dözürdü, tərpənmirdi. Gömbullar, gizli rabotniklər qonaqlı cavanların qabağından qaçıb gözlənilməz badalaqla rəqiblərini yıxırdılar. Saçlarından yapışıb başlarını yerə döyürdülər. Qonaqlılar, kərpic kəsənlər isə Qudalların yaxalarını ələ keçirəndə taqqataraq kəllələşirdilər, təpikləşirdilər, yumruqlaşırdılar, tutub süpürləşirdilər. Səməd başı başa yox, daşı daşa şaqqıldadan kəllələşməyə də ömründə birinci dəfə kənardan baxırdı və bu dəhşətli kəllələşmədə dəhşətli düşmənçilik görürdü. Gün ərzində beyninə dolub qarışmış ağır təəssüratlar arasından iki kəlmə, iyili quyu ayrılıb, Yağır Məmmədəlinin sümüklərini göstərirdi. Möhsün kişinin, kərpic kəsən Möhsünün kənddə qazdığı quyulardan 1-2 metr qara torpaq, 3-4 metr sarı torpaq çıxırdı. 7-8 metrlikdən azı 100 vedrə daş, qum çəkilib çıxarılandan sonra su qaynayanda bir xeyli də suyun gözü eşidilirdi. Beləliklə quyuların dərinliyi 10-12 metrə çatırdı. Yağır Məmmədəlinin cəsədi belə bir dərinlikdə dəfn olunmuşdu. Və bu düşmənçiliyin özülü məhz o dərinlikdə idi. Qılınc Qurban Yağırın ölümü barədə həqiqəti danışanda kobra gözləri ölü qoyun gözlərinə dönüb özünün vaxtladığını xəbər versə də, meydanda bu düşmənçilik aydın deyirdi ki, özül nəinki laxlamışdı. Əksinə, xəlvətin Sultan Əmirli ilə Qılınca düşmənimsiz dediyi gün Perslə əsabələri KGB Xudiyev, NKVD Gülenov necə gizlin və dərin düşmənçilik özülü qoymuşdularsa, ötən illər ərzində o özül daha da bərkimişdi. Toxunulmaz qalmaq, həmişəki kimi xaş tıxışdırmaq, çaxçuq eləmək, xəlvəti işlər görmək, qıllanmaq, pillənmək üçün aləmi dağıtmağa hazır olan bu cin şeytan yığınağının hamısı öz həyat tərzləri, əxlaqları, dünyaya baxışları ilə birlikdə bütünlüklə o cəsəddən törəmişdi. Yağır Məmmədəli Əmir bağında, almalıqda illərlə səbət daşıyandan sonra öz üfunətindən üfunət yaratmışdı. Çörəyi ayaq altında əzən, zənənin birçəyinə əl atan, bir-birindən gömbul cavanlar, gizli rabotniklər, iri-iri başları, topa-topa, yal yolpaları yırtıcılar törəmişdi. Raykom katibinin maşınının təkərinə yaba soğan, darvazasına murdar yaxan, Lüt Cəfərin yadigarı, yetimlər məhləsini üfunətlə dolduran dözülməz it xılına dönmüşdülər. Bu düşmənçiliyin dəhşəti də məhz özülündə idi. Vuruşanlara kənardan baxa-baxa Səməd indi bütün aydınlığı ilə dərk edirdi ki, Ağ Əmirlə Boz Əmirin başlarını çarvadar xurcununda gətirən Yağırın rabotnikliyi törəmələrin qanında idi. Bu gizlinlər, pagonsuzlardan xilas olmaq üçün bircə çarə vardı ki, onu da Sultan Əmiri demişdi, kürüyü batmaq. Qılınc Qurban it xılı qudurub, ehtiyatlı ol desə də, Sarı Zal nə qədər ağıllı məsləhət versə də, gizlinlərin belə qudurduğu bir vaxtda Səmədin kənardan baxmağa haqqı var idimi? Ağıl da, ürək də vur, şilküt elə, kürü at deyirdisə, nədən çəkinirdi? Sultan Əmirli, yəni o qədərmi üzülmüşdü ki, bircə balanın başına nə isə gəlməyindən vahiməyə düşmüşdü. Bəlkə Saşanın bu qədər qısa müddətdə istintaqa çəkilib güllələnməyindən sarsılmışdı. Ya da Məhərrəmlə əlaqəsinin kəsilməyində məğlubiyyət görüb sınmışdı. Əmir fədailərinin top atəşi altında qırılmağına, milli hökumətin yıxılmağına dözmüşdü. Mədəd Əmirinin, Pişəvərinin, Nəzəfoğlunun ölümlərinə, xalqın sürülməsinə, deyilənə görə aylarla qapıları bağlı qalan vaqonlarda qırılmasına, 17 sədrin vaqona basılmağına və o təsərrüfatların cin şeytan yığınağının əlində qalmağına dözmüşdü. Tək bircə balanın başına nə isə gəlməyinə dözmürdü. Səməd yox dedi, dözməlidir dedi və başa düşdü ki, Qudalları elə bu gecə kürüyüb atmaq üçün əlindən gələni eləməsə və bu günlərdə dönə-dönə düşündüyü kimi Respublikanın o başından, lirikdən bu başına
Qazaxa qədər iş başında olan keçmiş tələbə yoldaşlarının hamısını haqq, ədalət, qanun ətrafında yığmayınca sakitləşməyəcək. Bu vəziyyətdə birdən kiminsə baxışını hiss etdi. Gülən oldu. Maşının dalına çəkilib tövşüyə bu yana, Səmədə boylanırdı. Neştərlərində təəccüb donmuşdu. Səmədin vuruşmadan kənarda qaldığını heç cür anlaya bilmirdi. Bir baxanda vardı. Qudalaq saqqalı idi. Həmin yerdən maşının dalından gözlərini Səmədə dikmişdi. Təəccüb o enli qırmızı üzü də kütləşdirmişdi. Səmədin kənarda qaldığını o da heç cür anlaya bilmirdi. Tamamilə aydın idi ki, o xəbərdarlıqlarla, prokurorluğa, raykoma yazılan məlumatlarla, maniya presladavaniya, psixi azar filanla Səmədi daxildən qaynadandan sonra alça-malça satanlara qarşı cəza tədbirinə və hətta bu vuruşmaya qarışmadığından çaşıb, hətta özlərini itirmişdilər. Bir-birinə yaxınlaşıb kəlmələşdilər, pıçıldaşdılar. Xəlvət dərhal qarışıqlığa yönəldi. Qıllısını dartıb kənara çıxartdı. Çəkib pilisinin pul kisəsinin yanına apardı. Xaş isə maşının açıq qapısından içəri əyilib siqnalı bastı. Qısa-qısa fasilələrlə düdüt eşidilməz, it məhləsi səmtindən bir dəstə məhlə milisiyoneri peyda oldu. Meydana cumub, bəlkə də ömürlərində birinci dəfə yaxşı iş gördülər. Dalaşanları araladılar. Amma Xaşla xəlvətin elə xəlvəti kəlmələşməyi necə müəmmalı idisə, məhlə milisyonerlərinin yaxşı işi də